Heydər Əliyev mərkəzində Azərbaycan Səhiyyə Nazirliyi və Macarıstanın ölkəmizdəki səfirliyin təşkilatçılığı ilə mayın 5-də Azərbaycan Əczaçılıq Sənayesi dünən, bugün və sabah adlı beynəlxalq tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Səhiyyə naziri Teymur Musayev Azərbaycan əczaçılıq sənayesinin inkişafına həsr olunmuş tədbirin mahiyyətini vurğulayıb. Onun sözlərinə görə Azərbaycan əczaçılıq sənayesinin tarixində yod və endokrin preparatlarının istehsalı xüsusi yer tutub. Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma əczaçılığın Macarıstan-Azərbaycan əməkdaşlığının əsas komponentlərdən biri olduğunu, Macarıstanın Azərbaycana ixracının 49%-ni təşkil etdiyini vurğulayıb. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın müasir səhiyyə sahəsini idarə etməsinə dair çıxışlar ediblər. Öz növbəsində Macarıstan Milli Səhiyyə Sığorta Fondunun departament rəhbəri Akoş Karsayini, Peç Universitetinin Əczaçılıq fakültəsinin dekanı Andraş Fitler və Egis şirkətinin kommersiya direktoru Çaba Paç qeyd ediblər ki, qlobal səviyyədə effektiv səhiyyə həllərinə tələbat artdıqca əczaçılıq sənayesi dövrün çağırışlarının qarşılanmasında ön sıralarda dayanır. Tədbir zamanı Ədliyyə Nazirinin müavini Abiddin Hüseynov Azərbaycan Əczaçı İstehsalçılar Assosiasiyası İctimai Birliyinin dövlət qeydiyyatına alınmasına dair şəhadətnaməni assosiasiyanın təsisçisi Küşvər Xudaдаtovaya təqdim edib.